Rozadan şok etiraf. Həyatımda 4 kişi var idi. Onlardan biri ilə artıq qərar verdim. Xəbər bürosuna xoş gəlmisiniz. Bugün sizə show biznes aləmində səs-küy yaradacaq, sosial şəbəkələri silkələyəcək bir açıqlamayla gəlmişik. Müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı elə bir etiraf edib ki, hər kəs təəccüblədib. Həyatında 4 kişi olduğunu açıqlayan sənətçi onlardan birini artıq seçdiyini bildirib. Bəs Roza bu seçimi nəyə görə edib? Sevgi, duyğu, yoxsa başqa bir səbəb? Gəlin bu şok açıqlamanın detallarına birlikdə baxaq. Müğənni Roza Zərgərli Xəbərim var verilişində qonaq olarkən şəxsi həyatı ilə bağlı maraqlı və səmimi açıqlamalar verib. O bildirib ki, insanın həyatında sevdiyi çox şəxs ola bilər, lakin söhbət ciddi münasibətdən gedirsə, seçim qaçılmazdır. Roza deyib, ətrafımda sevdiyim çox şəxs ola bilər, amma sırf kişi xeylağı deyəndə bu bir neçə nəfər ola bilər. Mənim bəyəndiyim və məni bəyənənlər arasında seçim etməli olursan. Məndə bu 4 nəfər idi və artıq onlardan biri seçilib. Sənətçi vurğulayıb ki, bu seçimin nə maddiyata, nə də mövqeyə görə edib. Onun üçün əsas olan hisslər və mənəvi bağdır. Onu ürəyimə görə seçmişəm. Qadının bir duruşu olmalıdır. Qadın maddiyata və başqa şeylərə görə əyilməməlidir. Kişi də puluna görə qiymətləndirilməməlidir. Roza bildirib ki, kişi bəzən böyük hədiyyələrlə yox, kiçik bir toxunuşla belə sevgisini göstərə bilər. Ola bilər ki, bir hərəkəti ilə, üzünə sığal çəkməsi, saçını tumarlaması ilə hiss etdirər ki, sənin üçün canından keçməyə də razıdır. Könlümdə olan kişi məhz belə biri olmalıdır. Bu açıqlama sosial mediada böyük marağa səbəb olub. İzləyicilər Rozanın bu səmimi etirafını həm cəsarətli, həm də nümunəvi addım kimi dəyərləndiriblər. Çünki sənətçi açıq şəkildə bildirib ki, qadın üçün əsas olan pul yox, hörmət, sevgi və diqqətdir. Sizcə Roza Zərgərlinin dedikləri nə dərəcədə doğrudur? Bir qadın üçün seçimdə əsas meyyar sevgi olmalıdır, yoxsa maddi təminat? Siz onun yerində olsaydınız, 4 nəfər arasından necə seçim edərdiniz? Fikirlərinizi mütləq şərhlərdə yazın. Videonu bəyənməyi, kanala abunə olmağı və xəbərlərdən daim xəbərdar qalmağı unutmayın. Xəbər bürosu ilə gündəmin